Baxın, çox təəssüf edərək söyləyirəm, bu azadlıq sözünün açmasını biz hələ də aça bilmirik. Mən bir dəfə müsahibələrimin birində də bunu demişdim və bu sosial şəbəkələrdən yola çıxarsaq belə bir şey deyim. Çox təəssüf ki, yanlışlarla bərabər doğrular da geniş vüsət alır. Doğrularla bərabər yanlışlar da, daha doğrusu, sosial şəbəkələrdə geniş vüsət alır. Bunların heç bir stopu yoxdur bu yanlışların. Və böyüyən uşaqlarımız, böyüyən gəncliyimiz o qədər ağıllı olmalıdır, o qədər doğru tərbiyə, doğru yönlənməlidirlər ki, o yanlışları ayıra bilsinlər, doğruları seçə bilsinlər. Təbii, hal-hazırda sosial şəbəkələrin önünü ala bilmədiyimizə görə, yəni doğru insanların çıxıb da bu yanlışdır, bu cürə təbliğatı aparılmasın deyilmədiyinə görə, təbii qanunlarımız bəzi şeyləri tənzimləyir çox şükür. Amma burada ümid qalır doğru tərbiyəyə, doğru valideynə, doğru müəllimlərin, doğru ünvanlardan alınan tərbiyə nəticəsində ki, böyüyən uşaqlarımız, gənc nəsillərimiz və ya belə deyim, biraz vizyonu dar, dünya görüşü dar olan insanlarımızın o yanlışlardan bəhrələnməməsi lazımdır.